Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında tətbiq olunan sığorta tarixçəsi əmsalı sistemi fərdi məsuliyyət prinsipinə əsaslanır. Yeni sistemdə yol nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndirilir. Yeni sistemdə sığorta tarixçəsi real risk davranışı əsasında formalaşır. Bunu sadə şəkildə belə izah edə bilərik. Yeni sistemdə əsas diqqət müqaviləni bağlayan şəxsin deyil, onu idarə edən şəxsin sığorta tarixçəsinə yönəlir. Məsələn, avtomobil başqa bir şəxs tərəfindən idarə olunur və həmin anda yol nəqliyyat hadisəsi baş verir. Bu hadisənin nəticəsi sığorta etdirən şəxsin deyil, sükan arxasında olan şəxsin sığorta tarixçəsi ilə əlaqələndirilir. Yəni, hər bir sürücü öz sığorta tarixçəsini artıq özü formalaşdırmış olur. Yeni sistem təhlükəsiz sürücü davranışının təşviqini də nəzərdə tutur. Sığorta haqqının formalaşmasında yalnız cari sığorta müqaviləsi deyil, şəxsi zaman ərzində formalaşdırdığı sığorta tarixçəsi də rol oynayır. Bu isə qəzasız və məsuliyyətli sürücülərin sığorta tarixçəsinin daha əlverişli şərtlərlə formalaşmasına imkan verir. Vətəndaş üçün burada əsas məqam odur ki, onun sükan arxasındakı davranışı artıq öz sığorta tarixçəsində əks olunur. Sürücü uzun müddət qəzasız idarə edirsə, bu onun üçün üstünlük təşkil edir. Əgər şəxs müqavilə bağladıqda hər 275 günü qəzasız, sığortalı bir şəkildə idarə etmiş olarsa, bu ona 5% endirim imkanı verir. Yəni, təhlükəsizlik və məsuliyyətli sürücülük həm də yol təhlükəsizliyi, eyni zamanda sığorta şərtlərinin əldə edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dəyişikliklərə əsasən əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda tətbiq olunan 1,15 risk əmsalı bundan sonra yalnız nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edən şəxslərin sayı 5 və daha çox olduqda tətbiq ediləcək. Bir avtomobil bir neçə şəxs tərəfindən istifadə olunduqda sığorta haqqı hesablanarkən həmin sürücülərin hər birinin sığorta tarixçəsi nəzərə alınacaq. Edilmiş dəyişikliklərin məqsədi sığorta haqlarının artırılması deyil, hər bir sürücünün tarixçəsinə uyğun, obyektiv və ədalətli sığorta haqlarının formalaşması olmuşdur. Onu da xüsusi vurğulamaq lazımdır ki, yeni sistem çərçivəsində sığorta haqqında endirim əldə edən, yəni 16 iyun 2026-cı il tarixindən artıq qaydalar tətbiq olunmağa başlamışdı və bu tarixdən bugünə kimi endirimli bir şəkildə sığorta müqaviləsi əldə edən sürücülərin sayı da yetəri qədər, kifayət qədər çoxdur. Xatırladaq ki, Mərkəzi Bank tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarını edilən dəyişikliklərə əsasən 16 iyun 2026-cı il tarixindən etibarən mövcud bonus-malus sistemi ləğv edilərək fərdi məsuliyyət prinsipinə əsaslanan sığorta tarixçəsi əmsalı sisteminin tətbiqinə başlanılıb.